Salam uşaqlar. Bu videoda DİM-in fizika test toplusundan sualları birləşdirəcəyik. Hər suala yanaşmanı addım-addım izah edəcəm ki, siz də imtahanda belə sualları rahatlıqla həll edə biləsiniz. Bizə başlayaq birinci sualda. Birinci sualımız yerdəyişmənin zamana görə dəyişmə yeniliyi xarakterizləyən fiziki cəmiyyət nə adlanır? Bu konkret bir tərifdir. Yerdəyişmənin zamana görə dəyişmə yeniliyi xarakterizləyən fiziki cəmiyyət sürət adlanır. Cavab B bəndi. İkinci sualımız mexaniki hərəkət zamanı aşağıdakı cəmiyyətlərdən hansı sıfıra bərabər olar? Qeyd edim ki, mexaniki hərəkət zamanı yerdəyişmə sıfıra bərabər ola bilər. Bunu dərsin izahında daha geniş bildirmişəm. Misal olaraq göstərə bilərik ki, misal üçün A nöqtəsindən hərəkət edən hər hansısa bir trayektoriya üzrə cisim gəlir B nöqtəsinə. Bu cismin getdiyi yoldur. Elə hərfi ilə işarə edilir. Yerdəyişməmizin də tərifində deyildi ki, başlanğıc və son nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt parçası. Başlanğıc və son nöqtəsi. Əgər cisim A-dan B-yə gəlib yenidən A-ya qayıdırsa, onda başlanğıc və son nöqtəsini birləşdirən parça elə başlanğıcda olur. Yəni 0 olur. Yerdəyişmə olur 0. Amma yol heç vaxt 0 ola bilmir. Burada da cavab C bəndi. Ədədi qiymətcə vahid zamanda yerdəyişməyə bərabər olan fiziki cəmiyyət necə adlanır? Ədədi qiymətcə vahid zamanda deməli bu surətdir. V bərabərdir S bölünsün T düsturu ilə hesablanır. Əgər S bölünsün vahid zamanda T-nin yerinə 1 yazsaq, onda bərabər olacaq S-ə. Onda V bərabər olacaq S-ə. Bu nədir? Surət. Verilmiş hərəkət şəraitində ölçüləri nəzərə alınmayan cisimə maddi nöqtə deyilir. Cisim başlanğıc vəziyyəti və son vəziyyəti ilə birləşdirən istiqamətlənmiş düz xətt parçası yerdəyişmə adlanır. Bunları çox izah vermirəm, çünki bunlar hazır bir tərifdir. Cismin surəti ilə zamanın hasilına bərabər olan fiziki cəmiyyət. Surəti və zamanı hasilına bərabər olan fiziki cəmiyyət nədir? Yerdəyişmə və yaxud da yol. Cismin digər cisimlərə nəzərən zaman keçdikcə fəzada vəziyyətinin dəyişməsi necə adlanır? Mexaniki hərəkət. 8-ci sualımızda aydın görünür ki, düz xəttli bərabər sürətli hərəkətdə yolun zamandan və yaxud da yerdəyişmənin zamandan asılılıq qrafikidir. Bütün nöqtələrində, yəni ox üzərində olan bütün nöqtələrində buna V1 desək, buna V2 desək, V1 həmişə bərabərdir V2-yə. Çünki düz xəttli bərabər sürətli hərəkətdə V bərabər konstant və ya da sabit. V dəyişmir. Onda mən elə birinci nöqtəni götürsəm, V bərabərdir S bölü T yazsam, düsturu, S-imiz 10 metr, T-miz 2 saniyə, olacaq 5. Mən nəyə görə 1 və 2 bərabərdir? İndi fikir verin, ikinci nöqtəni də yazsaq, tutaq ki, bu V1-dir, bu S1, T1, onda V2 bərabərdir S2 bölünsün T2-yə. O da bərabərdir 20 böl 4. Gördüyünüz kimi, surətin qiyməti V1-də də, V2-də də 5 alındı. Qiymət dəyişmir. Onda cavab nədir? B bəndi. 9-cu sualda surətin zamandan asılılıq qrafikini verir. Düz xəttli bərabər sürətli hərəkətdə surətin zamandan asılılıq qrafiki. Bir dəqiqə. Bunu silim. Düz xəttli bərabər sürətli hərəkətdə zamanın qrafikində görünür ki, T bərabərdir 20 saniyə müddətində deyir ki, cismin getdiyi yolu hesablayın. Onda sürətimiz dəyişmir və orada verib 40 sm böl saniyə. Onda mən S-i tapsam, yəni yolu və yaxud da yer dəyişməni, bu eləyir 20 vurulsun 40, o da bərabər 800 metr. Cavabda kilometrlə verib 0,8 kilometr. Yəni 1000-ə bölsək 0,8 kilometr edər. Bərabər sürətli hərəkətdə yolun zamandan asılılıq qrafiki hansıdır? Yolun zamandan asılılıq qrafiki bayaqki məsələdə həll elədik. Həmişə nədir?
Yolun zamandan asılılığı düz xəttdir. Harda düz xətt görsəz, bu yolun zamandan asıllıq qrafiki olacaq. S-in T-dən düz xətt buradan da ola bilər. Koordinat başlanğıcından keçir. Buradan da ola bilər. O x-in əksinə də gedə bilər. Bu şəkildə də ola bilər. Bu şəkildə də ola bilər. Yəni düz xətt bizə nəyi verir? Düz xəttli bərabər sürətli hərəkətin qrafikini verir. 11-ci sualda deyir ki, düz xəttli bərabər sürətli hərəkətdə sürətin zamandan asıllıq qrafiki hansıdır? Düz xəttli bərabər sürətli hərəkətin zamandan asıllıq qrafiki V bərabərdir sabit. Gördüyünüz kimi C bəndidir. 12-də cismin sürətinin modulunun zamandan asıllıq qrafikinə görə 2 saniyədə getdiyi yolu tap. Baxın, 2 saniyədə. 2 saniyədə getdiyi yolu tapmaq üçün sürət qiymətindən, sürətin oxundan T oxuna bir perpendikulyar indiririk və içərisindəki qalan sahə bizə verir nə? Getdiyi yolu. Onda S bərabərdir. Sahə düzbucaqlıdır və yaxud da V-nin qiyməti 10-dur. Vurulsun T2 bərabərdir 20 metr. Cavab B bəndi. Növbəti sual 13-cü sual. 13-cü sualda V-nin T-dən asıllıq, yəni sürətin zamandan asıllıq qrafiki verilib. Sürətin görüş qiyməti dəyişməzdir 5-dir. V bərabərdir 5 metr böl saniyə. Zaman neçən saniyə deyir? 4-cü saniyə ərzində. Onda T bərabərdir 4 saniyə yazarıq. Burada nəyimiz yox soruşur? Getdiyi yolu. S bərabərdir V vurulsun T. O da bərabər 5 vurulsun 4, 20 metr. Cavab C bəndi. 14-cü sual. 14-cü sualda göstərir 90 km/saatı metr böl saniyə ilə ifadə edir. Yadınızda saxlayaq ki, kilometr böl saatı metr böl saniyə çevirəndə 18-də 5-ə qısa vurmaq olar. Yəni, nəyə görə 18-də 5? Yazsaq ki, 90 kilometr bölünsün saat. 90 kilometr böl saata çevirəndə 90 vurulsun. 1 kilometrimiz 1000 metr. 1 saatımız 60 dəqiqə. Onu da saniyə çevirəndə 60. Bunlar ixtisar gedir. 6 ilə 10 ixtisar gedir. Burada 3 qalır. 5. Olur 90 vurulsun 18-də 5. Qısa olaraq yadınızda saxlayın ki, kilometr böl saatı metr böl saniyəyə çevirəndə 18-də 5-ə vururuq. Əgər metr böl saniyə veribsə, kilometr böl saata çevirəndə 5-də 18-də vuracağıq. Onda yazsaq ki, 90 vurulsun 18-də 5. Bu da bərabərdir 18 ilə 90 ixtisar gedir. 5 dəfə qalır 90-da. 5-5-in 25 metr bölünsün saniyə. Cavab D bəndi. 54 km böl saat ifadəsini 15-ci sualda da eynəndir. 54 vurulsun 18-də 5-ə. Bu da bərabərdir. 18 ilə 54 ixtisar gedir 3 dəfə. 3-5-in 15 metr böl saniyə. Gəlir 16-cı suala. 16-cı sualda deyir ki, düzxətli bərabər sürətli hərəkət zamanı aşağıdakı cəmiyyətlərdən hansı doğrudur? Düzxətli bərabər sürətli hərəkət zamanı bayaq dediyimiz kimi V bərabərdir konstant. Yəni bərabərdir, o da sabit. Sabit kimi yadınızda saxlasa daha yaxşı olar. V bərabər konstant. 17-də. 17-ci çalışmada göstərir ki, bir düz xətt üzəri hərəkət edən iki maddi nöqtənin koordinatının zamandan asıllıq qrafiki verilmişdir. Müşahidə başlayandan 3 saniyə sonra və yaxud da 3-cü saniyənin sonunda maddi nöqtələr arasındakı məsafəni hesablayın. 3-cü saniyənin sonu elə 3 saniyə deməkdir. Və görürük ki, 3 saniyənin sonunda bu cisimlər kəsişir. Bu hərəkətlər kəsişir, trayektoriyalar. Onda biz X-in T-dən asıllıq qrafikində belə bir tərif demişdik ki,
X zaman qrafikində qrafiklərin kəsişdiyi nöqtələr onların görüşdüyü nöqtələrdir. Görüşdüyü nöqtələrdirsə, misal üçün A nöqtəsində görüşüblərsə, bunlar arasındakı məsafə 0-dır. Görüşüblər. Cavab Y bəndi. Qısa olaraq yadınızdan saxlaya bilərsiniz. X-in T-dən asıllıq qrafikində qrafiklər üst-üstə düşürsə, deməli o üst-üstə düşən nöqtə görüşdükləri və yaxud da kəsişdikləri nöqtədir. 18-də də eynidir. Deyir, bir düz xətt üzrə hərəkət edən iki maddi nöqtənin koordinatının zamanının asıllıq qrafiki verilmişdir. Müşahidəyə başlanılan 4-cü saniyənin sonunda baxırıq ki, yenə görüşüblər. Tutaq ki, A nöqtəsində məsafə 0. Həmən məsələni burada başqa cür verib. Deyir, bir düz xətt üzrə hərəkət edən iki cismin koordinatın zamanının asıllıq qrafiki verir. Müşahidə başlanırsa hansı zaman anında və ya anlarında cisimlər görüşüb. Dediyim kimi qrafiklərin kəsişdiyi nöqtələr onların görüşdüyü nöqtələrdir. Cavab 1 və 4. Baxaq ki, cavab cavab C bəndi. 20. Bir düz xətt üzərində yenə eynidir. Hansı zaman anında və ya anlarında cisimlər görüşüblər. Yenə görüşən nöqtə onların kəsişdikləri nöqtədir. 1-ci, 5-ci saniyə aralığında. Cavab Y bəndi. Məsələ 21. 21-də deyir ki, sürətin proyeksiyası hansı ifadə ilə təyin olur? Sürətin proyeksiyası V bərabərdir x minus x0 bölünsün t-dir. Bu hardan gəlir? Sürətin proyeksiyası. Yerdəyişmənin proyeksiyası biz yazanda necə yazmışdıq? Sx bərabərdir x çıxılsın x0. Sx-i biz vxt yaza bilərik. Vxt bərabərdir x minus x0-a. Buradan vx-i tapsaq x minus x0 bölünsün t. Cavab B bəndi. 22-də düz xəttli bərabər sürətli hərəkətdə sürət hansı ifadə ilə təyin olunur? Bu sadədir. Yəni V bərabərdir S bölünsün T düsturu ilə. Cavab A bəndi. 23. Düz xəttli bərabər sürətli hərəkət cisim hərəkət müddəti. Belə bayaqki düsturdan hərəkət müddətini tapsaq, onda T bərabərdir S bölünsün V olar. S bölünsün V də Y bəndində. Düz xəttli bərabər sürətli hərəkətdə gedilən yol hansı ifadə ilə təyin olunur? S bərabərdir VT. S bərabərdir V vurulsun T. Cavab C bəndi. 25-i elə bayaqki 21-ə oxşayır. Burada soruşur ki, düz xəttlə bərabər sürətlə hərəkətdə yerdəyişmənin proyeksiyası hansı ifadə ilə təyin olunur? Yerdəyişmənin proyeksiyasını hesablandırırıq. Sürətin proyeksiyasını yazarıq. Bir də yazım. Vx bərabərdir x minus x0 bölünsün t. Onda biz bunun t'yə vursaq, bərabərliyin hər iki tərəfini t'yə vursaq, nə alınar? Vxt bərabərdir x minus x0-a. X minus x0 özü nəyə bərabərdir? Sx-a. Onda yerdəyişmənin proyeksiyası Vx vurulsun T şəklində olacaq. 25-də A bəndi. 26. 26-cı məsələni həll etmək üçün bu tip məsələlərdə ən çox nəzəriyyə üstünlük vermək lazımdır ki, nəzəriyyəni yaxşı öyrənmək lazımdır ki, tərif və qaydaları düzgün bilək və cavabda düzgün qiymətləndirək. 26-cıda deyir, yerdəyişmənin düzgün tərifi hansıdır? Oxuyuram. Trayektoriyanın uzunluğuna yerdəyişmə deyilir, xeyr. Maddi nöqtənin hərəkəti zamanı cızdığı xətt yerdəyişmədir, xeyr, trayektoriyadır. Cisim başlanğıc vəziyyəti onun son vəziyyətini birləşdirən düz xətt parçasına. Cismin başlanğıc vəziyyətini onun son vəziyyətlə birləşdirən düz xətt parçasına yerdəyişmə deyilir. Xeyr. Cismin vəziyyətinin dəyişməsinə xeyr. Y bəndinə baxaq, deyir, cismin başlanğıc vəziyyəti onun son vəziyyəti ilə birləşdirən istiqamətlənmiş düz xətt parçasına yerdəyişmə deyilir. Bəli, cavab düzdür. Trayektoriya
nədir? Maddi nöqtənin hərəkəti zamanı cızdığı xətt trayektoriyadan bəli, cavab elə A bəndidir. O biri cavablara baxmağa ehtiyac yoxdur. 28-də bayaqki 21-ci məsələyə oxşayır. 28-də deyir ki, düz xəttli bərabər sürətlə gedən maddi nöqtənin koordinatın zamanın asılılıq tənliyi hansıdır? Bəli. Koordinatın zamanın asılılıq tənliyi olacaq hansı? X bərabərdir x0 plus vxt. Çox sadədir. Burada bayaqki düsturdan alınır. Vx bərabərdir x minus x0 bölünsün t-dən x-i tapırıq. X bizim koordinatımızdır. Onda cavab hansı olacaq? 28-də D bəndi. 29-da düz xəttli bərabər sürətli hərəkətdə gedilən yol ilə yer dəyişmənin vektorunun modulu arasında hansı münasibət doğrudur? Düz xəttli bərabər sürətli hərəkət deyirsə, onda L bərabərdir S-ə. Düz yol və zaman arasında yol və yer dəyişmə arasında 3 dənə əlaqə var. Birinci əlaqə odur ki, düz xəttli hərəkət edirsə, əgər cisim düz xəttli hərəkət edirsə A-dan B-yə, onda S bərabərdir L olur. Çünki gedilən yol başlanğıc və son nöqtəsini birləşdirən elə parça olur. S elə bərabər olur. İkinci halımız, əgər trayektoriya əyri xəttlidirsə, hərəkətdirsə, onda biz fikir veririk ki, həmişə yer dəyişmə L-dən kiçik olacaq. Şəkildəki elə görünür. L böyük olacaq S-dən. Üçüncü halsa, cismin A nöqtəsindən başlayıb, hər hansısa bir trayektoriya üzrə gedib, B nöqtəsinə, başqa bir trayektoriya üzrə qayıdıb təzədən A nöqtəsinə. A nöqtəsindən çıxıb A nöqtəsinə qayıdırsa, onda yolumuz müəyyən qiymət alır, yəni sıfırdan fərqlidir. L fərqli olacaq sıfırdan, S bərabər olacaq sıfıra. Cavab da burada bərabər sürətli hərəkətdə Y-dir. Baxın, o birisi sual izahımızla bağlıdır. Əyri xəttli hərəkətdə gedilən yol yer dəyişmə vektoru modulu arasında hansı münasibət? Əyri xəttli hərəkətdə. Baxın, ikinci. Əyri xəttli hərəkətdə həmişə nədir? Yol S-dən böyükdür. Yəni, yol yer dəyişmədən həmişə böyük olacaq. Baxırıq 31-ci çalışmaya. Ekranı təmizləyim. V1 və V2-nin nisbətini soruşur bizdən. Əvvəlcə gəl birinci nöqtəyə V1-i tapaq. V1-imiz bərabərdir S1 bölünsün T1-ə. O da bərabərdir. S1-in qiyməti 50, T1-in qiyməti 10-dur. T hər ikisində 10-dur, dəyişmir. Buna deyək, qiymət alır 5 metr böl saniyə. V2 bərabərdir 20 bölünsün 10. O da bərabərdir 2. Yəni, burada 20 S2-dir, 10 həmən T-nin qiymətidir. Bu da aldı 2. İndi sizdən soruşur V1-in V2-yə nisbəti. Yəni, 5 bölünsün 2, o da bərabərdir 2,5. Cavab D bəlidir. 32-ci çalışmada bu cürdür. Deməli, V1-in V2-yə nisbəti. Yazıram, V1 bərabərdir S1 bölünsün T1. O da bərabər. S1-imiz 20. T1-imiz 5. Bərabərdir 4 metr böl saniyə. V2 bərabərdir S2 bölünsün T2-yə. O da bərabərdir. S2-miz 20. T2-miz burada dəyişir bayaqkindən fərqli olaraq 10. Bu da bərabərdir 2 metr böl saniyə. İndi bizdən soruşur V1-i V2-yə nisbətin. V1 bölünsün V2 bərabərdir 4 bölünsün 2. 2 metr böl saniyə. Cavab 2. 33-cü çalışma.
30-cu çalışmada surətin proyeksiyasını soruşur, x ox üzrə proyeksiyasını. Əvvəlcə surətin x ox üzrə proyeksiyasını düsturun yazaq. Vx bərabərdir x çıxılsın x0 bölünsün t. Baxırıq ki, burada x-imizin qiyməti 20-dir. x0-mızın qiyməti, yəni başlanğıcı 5-dir. Zaman da 5-dir. Düz deyirəm. Zaman da 5-dir. Metr, saniyə. Bunlar vahidləridir. Düsturumuzda yerinə qoysaq, x çıxılsın x0, 20 çıxılsın 5, bölünsün 5. Eləyəcək nə qədər? 15, 3. 34-cü çalışma da onun kimidir. Deməli, burada nəyi soruşur? Burada da surəti soruşur. V bərabərdir x minus x0 bölünsün t. O da bərabərdir. X-imiz 16 minus x0'ımız 4 bölünsün zaman t'də 4. O da bərabər 16'dan 4 12 4'ə böləndə 3. A bəndi. 35-ci çalışmada deyir ki, x ox üzrə hərəkət edən cisimlərin hərəkət tənlisləri verilmişdir. Eyni zaman müddətlərində hansı cismin dəyişməsinin modulu ən böyükdür? Yer dəyişməsinin modulu ən böyükdür. Eyni zaman müddətində zamanı biz sabit də götürə bilərik burada. Zamanı sabit götürə bilərik. Yəni zaman dəyişmir, ixtiyari bir zamandır. Verilmiş tənlislərdə biz nəyə diqqət yetirəcəyik? Yer dəyişmə, hərəkətin dəyişmə yenilik xarakterizdən fiziki kəmiyyət surət deyildimi? Surət idi. Deməli, surət hansında daha böyükdürsə, onun yer dəyişməsi də bir o qədər böyük olacaq. Çünki S bərabərdir V vurulsun T'dir. Əgər bizim T'miz dəyişmirsə, surət nə qədər böyükdürsə, S-imiz də o qədər böyük olacaq. Baxırıq ki, surəti böyük olan B bəndindədir. Surəti 6-dır. Bu hərəsinin burada 4-dür. Burada 1-dir. Burada 3-dür. Burada 2-dir. 6 hamısından böyükdür. Deməli, yer dəyişmə də böyük olacaq. 36-da deyir ki, hansı yer dəyişməsi modulu ən kiçikdir? Deməli, zamanın qarşısında olan kəmiyyətin ən kiçik olan T'də A bəndi 1-dir. 37-də deyir, x ox üzrə hərəkət edən cisim hərəkət tənliyi şəkildə verilmiş maddi nöqtənin 4 saniyədə yer dəyişməsini hesablayın. 4 saniyədə yer dəyişməsini hesablayanda yalnız və yalnız biz nəyə fikir verəcəyik? Bu 3T'yə. Çünki yer dəyişmə buradadır. Onda S bərabərdir V vurulsun T'dən. V'miz 3 vurulsun 4 saniyədə 4. Bərabərdir 12 metr. Yer dəyişməmiz 12 metr. Amma soruşda bizdə son koordinat hardadır? Harda dayanıb? Son koordinatı haradır? Belə bir sual versə, onda 12-nin üstünə 6 gələrik, eləyər 18. Onda bu tənlikdə son koordinat 4 saniyədə 18-də olacaq. 38-də də deyir, hərəkət tənliyi verilib. Maddi nöqtənin 2 saniyədə yer dəyişməsini tap. 6 vurulsun 2. V vurulsun T. 6 vurulsun 2. 12 metr. Cavab D bəndi. Baxırıq 39-cu çalışmaya. 39-cu çalışmada hazır hesablamadır. Verib deməli 1800 santimetr bölünsün dəqiqəni çevirəcəyik metr böl saniyə. Metr böl saniyə çevirmək üçün yazırıq 1800 vurulsun. 1 santimetrimiz neçə metrdir? 0,01 metr. %1. Dəqiqəmiz də 60 saniyə. Sıfırları getdi. 6 ilə 180 burada qaldı 30. 30'u da 0,1'ə vuranda
edir 0,3 metr böl saniyə. Cavab D bəndi. 40-cı çalışmada eynəndir. 900 vurulsun 0,01 bölünsün dəqiqə 60'a. İxtisar getdi. 6 ilə 90 elə 6 ixtisar gedir. 15 qalır. Qalır 15. 15'i də buranda 0,01'ə eləyəcək. C bəndi 0,15 metr böl saniyə. Cismin sürətinin zamanın açılıq qrafiqi verilmişdir. Cismin 30 saniyə müddətinə getdiyi yol 10 saniyə müddətinə getdiyi yoldan nə qədər çoxdur? Deməli 30 saniyədə getdiyi yol, buna desək S1, 10 saniyədə getdiyi yola da deyirik S2. Onda S1, S2'ni tapaq. S1'imiz bərabərdir V vurulsun T1. O da bərabərdir. V'miz düz xəttli bərabər sürətli hərəkətdir, dəyişmir. 4 vurulsun 30 bərabərdir 120 metr. S2'miz bərabərdir V vurulsun T2. Bu da bərabərdir. V'miz yenə 4'dür. Vurulsun T2 10. Bu da 40 metr. Nə qədər çoxdur? 120'dən çıxarıq 40'ı. Bu da eləyər 80 metr. 80 metr çoxdur. %42 də eynidir. Burada da deyir 20 saniyə müddətində getdiyi yol. Yəni yenə deyirəm 20 saniyə deyir, 20 saniyə, burada 10 saniyə getdiyi yol. Buna S1, buna S2. Həmişə belə bu şeylər bir şifahi yazmayaq, yazaq ki, çünki insan çaşdıran ilə həmişə asan tipli məsələlər olur. Hesablamada təbii ki, çaşırıq. S1'imizin qiyməti S1 bərabərdir V1 vurulsun T1. Yəni V1 ikisində də eynidir, düz xətlidir. 20 vur 40 4 bərabərdir 80 metr. S2 bərabərdir 10 vurulsun 4'ə. 40 metr. Neçə dəfə çoxdur? 2 dəfə. Nə qədər çoxdur? 40 metr. 43. X ox üzrə hərəkət edən iki cismin hərəkət tənlikləri verilmişdir. Onlar nə qədər vaxtdan sonra görüşdüyünü hesablayın. Onların görüşdüyü, koordinatın görüşdüyü bayaqları şəkildə dedik. Əgər cisim X ox üzərində görüşdüyünü bilmək üçün onların kəsişdiyi nöqtələri bilmək lazımdır. Tutaq ki, belə bir qrafik idi. Bax, onun kəsişdiyi nöqtə onların görüşdüyü nöqtədir. X-ın T'dən. Tutaq ki, bu da A nöqtəsidir. İndi biz üst-üstə düşür, görüşürsə, deməli koordinatları eynidir. Baxın, görüşdüyü nöqtədə koordinat hər ikisində eynidir. İndi biz həmən koordinatları bir-birinə bərabər eləsək, onların görüşdüyünü hesablaya bilərik. Birincide nədir? X1 bərabərdir 5 minus 2T. X2 bərabərdir 2T minus 5. İndi bu koordinatları biz bir-birinə bərabər eləsək, 5 minus 2T bərabərdir 2T minus 5'ə. 5'i bu üzə 2T'nin o üzə keçirdəndə 10 bərabərdir 4T. T də bərabər 2,5 saniyə. Böyle 2,5 saniyə sonra bu cisimlər görüşüblər. 44 də bunun kimidir. 44'də də eynən budur. Yazsaq X1 bərabərdir X2. 5 minus 3T bərabərdir 4T minus 9. Onda 7T bərabərdir 14. T bərabərdir 2.
14'ü burada 9'u bu üzə keçirtdim. Alındı bu. Bu 9 bu üzə keçəndə 9'un üstünə 5, 14 eləyir. T bərabərdir 2 saniyə. 45-ci məsələ maraqlı məsələdir. Deyir, x oxu üzrə düz xəttli hərəkət edən cismin koordinatının zamandan asılı qrafiki verilib. 6 saniyə ərzində getdiyi yol tapın. 6 saniyə ərzində getdiyi yol tapmaq üçün əvvəlcə burada nə deyir? Düz xəttli bərabər sürətli. Yəni V bərabərdir sabit. V bərabər sabitdir və 6 saniyə ərzində. Deməli, bunun 3 saniyəsini gedib, 3 saniyəsini qalıb. Biz x oxu çəksək, koordinat başlanğıcından o x oxunu çəksək, görərik ki, o x oxunun müəyyən bir hissəsini 3 saniyə ərzində. Yəni, t bərabərdir 3 saniyə. 3 saniyədə nə qədər gəlib? 10 metr. Bax, bu hissə 3 saniyədir. 10 metr gəlib. Yazırıq bura 10 metr. 3 saniyədə 10 metr cisim yol gəlib. Tutaq ki, B nöqtəsinə. Sonra nə edeyim? Növbəti 3 saniyədə 6 saniyə tamamlamaq üçün növbəti 3 saniyədə qayıdıb yenə koordinat başlanğıcına. Yenə buradaydı. 3 saniyədə gəlib koordinat başlanğıcına. 10 metrdə bu tərəfə gəlib. 10-da bizdən soruşur getdiyi yolu hesablayın. Yol hesablayanda 20 metr. L bərabərdir 10 metr x oxu istiqamətində gedib. L də bərabərdir 10 metr x oxunun əksinə gedib. Onda ümumi yolumuz L1 plus L2 yaza bilərik. 20 metr. Cavab B bəndi. İkincisi də deyir 46. 46 da eyni şəkildir. Sadəcə olaraq burada onun yerinə 20 metr gedib. Deməli 20 metr gedib 20 metr qayıdıbsa cavab olacaq 40 metr. Əgər soruşsa burada yer dəyişmə nəyə bərabərdir? Onda yer dəyişmədə vektor olduğuna görə mənfi nəzərə alınacaq. Yer dəyişmə 0-dır. Hər ikisində 0-dır. (47-yə) baxırıq. 47-də deyir ki, 1, 2, 3-cü nöqtələrdə sürətləri müqayisə edin. Modullar arasında hansı münasibət doğrudur? Baxan kimi, baxırıq ki, eyni düz xətt üzərində bayaqki şəkildə göstərdiyimiz kimi sürətlər eyni olacaq. Çünki düz xəttli bərabər sürətli. Buna deyirik V2 bərabərdir V3. Bəs V1 necədir? V1 bunların ikisindən də böyük olacaq. Cavab Y bəndidir. O heç. Amma izahını verəndə bir şey yadınıza saxlayın ki, verilmiş qrafik oxu nə qədər T oxuna qədər əyilsə, bir şey yadında saxlaya bilərsiniz. Nə qədər əyilsə, o sıfıra doğru gedir. Yəni, dayanmağa doğru gedir. Məsəl üçün, bax, T oxu üzərində hər hansısa bir X-in qrafikini çəkmək və yaxud da V oxunda hər hansısa bir X-in qrafikini çəkmək, V oxunda X oxunda. Bu verdiyimiz bu həmin o dəyişməz oxlar onun sükunətli olduğunu göstərir. Yəni bu verilən bu T oxuna paralel oxa nə qədər yaxınlaşırsa, onda sıfıra yaxınlaşmış hesab olunur. Ona görə V1 V2-dən böyükdür. V3-dən də böyükdür. Çünki nəyə görə? V2 də V3-ə bərabərdir. X oxu üzrə hərəkət edən cismin iki cismin hərəkət tənliyi verilmişdir. Nə qədər vaxtdan sonra birinci cisim ikinci cisimə çatar. Aha, bu da az maraqlı məsələdir. Burada da yenə eyni. Nə qədər vaxtdan sonra çatar da desə, çatıb yenə bunlar nə edəcək? Çatırsa görüşmüş hesab olunur da. Onda yenə də bunların x1 və yaxud da s1 bərabərdir s2 olmalıdır. İndi bizim tənliyimizdə koordinatdır. X bərabərdir x2. Onda tənliklərini yazsaq 8 plus 6t bərabərdir 24 plus 2t. 2t bu üzə keçirir 4t bərabərdir 16, t də bərabər 4 saniyə. 4 saniyə müddətində çatar, görüşər. Eyni məsələdir. Baxırıq 49-a. Baxırıq 49-cu məsələyə. 49-cu çalışmada ekranı təmizləyim.
nə deyir? Deməli A və B trayektoriyası verir. Birinci cisim yarımçevrə üzrə hərəkət edir. İkinci cisim isə radius oxu, diametr oxu boyunca hərəkət edir. T1 bölü T2 nisbətini hesab edin və modulca eyni sürətlə deyir hərəkət edir. Eyni sürətlə hərəkət edir deyirsə, yazırıq V1 bərabərdir V2. Onda yazsaq T bərabərdir S bölünsün V-yə. Düsturumuzu yazsaq. V-lər hər ikisində eynidir. Onda T1 bərabərdir S1 bölünsün V. O da bərabərdir. S1'imiz nədir? Çevrənin uzunluğu L bərabərdir 2 pi r-dir. Yarım çevrə üzrə hərəkət etdiyinə görə yarısı bölünsün 2 olacaq pi r. Onda pi r bölünsün V. T2'miz bərabərdir. Radius oxu üzrə hərəkət edib, hər ikisi r-dir. Onda 2r, yəni S2 bölünsün V. İndi T1'i T2'yə bölsək, T1 bölünsün T2 bərabərdir pi r bölünsün V, T1'in qiyməti vurulsun V bölünsün 2r-ə. V'lər ixtisar gedir, V bölünsün 2r. R-lər də ixtisar gedir, qalır pi böl 2. Cavab Y bəndi. 50 də onun kimidir. Sadəcə olaraq burada V1'in V2'yə soruşur. V1 bölünsün V2. Burada deyir ki, eyni vaxta gəlir. Onda T1 bərabərdir T2. Onda V bərabərdir S bölünsün T yazaram. O da bərabərdir S1 bölünsün T1. Və yaxud da T. T dəyişmir S birisində. S1'imiz gedib. 2 P'nin yarısı P bölünsün T. V1 yazırıq. V2 bərabərdir S2 R qədər gedib. 2R bölünsün T'yə. Böləndə V1'i V2'yə vururuq. T yuxarıda, 2R aşağıda. T'lər ixtisar gedir, R'lər getdi. Cavab yenə pi böl 2. Cavab B bəndi. Baxırıq 51-ci çalışmaya. 51-ci çalışmada V-nin T-dən asılı qrafikini verib. Baxırıq ki, düz xətli bərabər sürətli hərəkətdir. V-nin T-dən düz xətli bərabər sürətli hərəkətdirsə, onda X-in T-dən düz xətli bərabər sürətli tapmalıyıq. V-nin T-dən baxırıq ki, X oxu istiqamətindədir. X oxu istiqamətindədir. Onda X oxu istiqamətində A. Y-ni göstərməyəcəyik. Nəyə görə? Çünki Y-də X oxunun əksidir. Baxırıq 52-yə. 52-ci çalışmada X oxu üzrə hərəkət edən cisim koordinat zaman qrafikləri verilib. Bayaqkindəndir. Sadəcə burada sürəti arta göstərib. Bayaqki tərifi yadımıza salaq. Əgər verilmiş qrafiklər T oxuna yaxınlaşırsa sürəti kiçilir, X oxuna yaxınlaşırsa sürəti artır. Onda baxırıq ki, sürət arta gedir. Ən böyük sürət hansıdır? 3. Onda V3 böyükdür V2-dən, o da böyükdür V1-dən. Cavab A bəndi. İkincidə T oxuna yaxınlaşır. Bizdən nə soruşur? Sürətləri. T oxuna yaxınlaşırsa sürət azalır. Onda 1 53-də. V1 böyükdür V2-dən, o da böyükdür V3-dən. Cavab Y bəndi. 54-ə baxırıq. 54-cü məsələ çox sadədir. Düz xətli bərabər sürətlidir. Biz bunu düz xətli bərabər sürətli kimi tapıb 20-dən 2-yə sürəti tapıb A nöqtəsini də təyin edə bilərik. Amma bunu oxşar üçbucaqlar kimi də həll etmək olar. Yəni bu oxşar üçbucağın biri, bu da 2. Bunlar bir-birinə oxşardır.
Hər ikisi düzbucaqlı üçbucaqdır və oxşar bucaqlarda tərəflər nisbəti bir-birinə bərabərdir. Yəni 2-dən A-yanı bir x götürsək, x-in, bax bu hissə 2-dir. Yazaram, x-in 2-yə nisbəti bərabərdir. X tərəfini götürmüşdümsə, onda x tərəfinin böyük katetini götürməliyəm. 10-un 20-yə nisbəti. 20 ilə 10 getdi 2-də 1, 2 ilə də 2 getdi. Qaldı x bərabərdir 1. X-i 1-dirsə, A nöqtəsinin zamanı 3-dür. Çünki arasında məsafə 1-dirsə, zamanı 3-dür. A bəndi. 55. 55-ci çalışma paralel köçürmə ilə tapa bilərik. Burada cismin getdiyi yol yer dəyişməsi moduna neçə dəfə çoxdur. Əvvəlcə cismin getdiyi yolu tapaq. Cismin getdiyi yol nə qədərdir? Elə üstündə yazıram. L bərabərdir 5, üstəgəl 6, üstəgəl 3 bərabərdir. Cismin getdiyi yol 9, 14 metrdir. Bu cismin getdiyi yoldur. Cismin yer dəyişməsini tapanda isə necə tapırıq? Bax, təsəvvür eləyin. Şəkil bu cür verilib. İndi burada o şəkili mən qoy çəkim. 3, 6, 5. Biz bu 6-nı paralel köçürmə ilə aşağı sürüşdürək. Sürüşdürdük. 6 bura. Bu 6 buradan getdi. 6-nı sürüşdürdük. Bu 5-i, bu 3-ün ardına sürüşdürə bilərik. Yəni sağa. 5-i də sürüşdürürəm bura. 5 də buradan getdi. 5 gəldi bura. 3 üstə 5, 8, 6. Başlanğıc və son koordinat. Başlanğıc və sonu birləşdirən istiqamətlərin düz xətt parçası yer dəyişmə deyildimi? İndi 6, 8. Pifaqor teoreminə görə 10. Buna Pifaqor üçbucaqları da deyirlər. Deməli, yer dəyişmə bərabərdir 10-a. Getdiyi yol bərabərdir 14-ə. İndi nə edir? Neçə dəfə çoxdur? 1,4 dəfə çox olacaq. Cavab 1,4. Baxaq görə cavab 1,4. 1,4. 56 Euler-Venn diaqramına uyğun vərdləri müəyyən edin deyir. Euler-Venn diaqramında deməli yol yer dəyişmə göstərir. Deməli birinci yola, üçüncü yer dəyişmə yolun ortaq cəhətləridir. İkinci isə yer dəyişmədir. Baxırıq birinciyə. Vektorial kəmiyyətdir. Hansı yer dəyişmə? 1. Beynəlxalq sistemdə əsas vahiddir. Yer dəyişmənin də yolunda vahidi metrdir. Deməli əsas vahid olaraq 2. Skalyar kəmiyyətli yol 3. Hərəkət trayektoriyasının uzunluğudur. Yol 4. Hərəkət trayektoriyası daha 5 qaldı. Hərəkət zamanı 0-a bərabər olar. Yer dəyişmə ola bilər daha doğrusu. Yer dəyişmə bu 5. 6-da deyir hərəkət trayektoriyasının başlanğıc və son nöqtələrini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Təbii ki, bu da nədir? Yer dəyişmədir. 6. Deməli, 2-də 1, 5, 6. 2, 3, 4. Cavab A bəndi. Əlli 57-də deyir ki, deməli 57-cidə deməli x-in t-dən y-in x-dən asıllıq qrafiki göstərilmişdir. Deyir, sürətin y oxu proyeksiyasının zamandan asıllığını ifadə edir. Y oxu üzrə bu proyeksiyaya baxacaq. Y proyeksiyasına baxılacaq. Y proyeksiyasına baxanda görürük ki, birinci qrafikimiz A-dan neyniyib? Y oxu proyeksiyası 0-dır. Deməli, bu dayanıb. Sürəti də 0 olacaq. Mən o qrafiki burada çəkə bilərəm, sürətin qrafikin. V-nin
T-dən asılı qrafikdir. Birinci ox dayanıb. Sürət 0-dır. Birincini dayanmış kimi göstəririk. Birinci dayanıb. İkinci oxumuzsa baxırıq ki, Y oxunun necə hərəkət edir? A-dan B-yə gedəndə Y oxunun əksinə gedir. Proyeksiyası Y oxunun əksinədir. Deməli, Y oxunun əksində sürət nə olacaq? Mənfi olacaq. Cavab bu şəkil harda var? C bəndində. Çünki nəyə görə? X oxu üzrə baxanda tərif demişdik ki, cisim X oxu istiqamətində hərəkət edirsə sürət müsbət, X oxunun əksinə istiqamətdə hərəkət edirsə sürəti mənfidir. Bax, həmən tərifə nəzərən bunu elədik. 58-də nədir? X oxu hərəkət edən iki cisim koordinat zamanından qrafikləri verilmişdir. Cismin görüş yerlərinin koordinatlarını müəyyən et. Baxırıq ki, harda görüşüblər. Baxırıq görüşdüyü nöqtəyə. Görüşdüyü nöqtə hansıdır? Bu 1. Buna deyək A nöqtəsi. Bu da görüşdüyü, buna da deyək B nöqtə. İki yerdə görüşüb. Yəni qrafiklər iki yerdə üst-üstə düşüb. İndi X oxu üzrə koordinatını tapanda birinci A-nın X oxu üzrə koordinatı birinci 10-dur. İkinci mənfi 10-dur. Deməli, bunlar harada görüşüblər? 10 və mənfi 10-da. Orada cavab A bəndidir. Baxırıq 59-cu məsələyə. 59-cu çalışmada deyir ki, X oxu üzrə hərəkət edən A və B cisimlərinin koordinatı zaman asılı qrafik verilmişdir. Hansı müazə doğru deyil? Burada hər bir bənddə sürətin modulu. Biz əvvəlcə bunların həll eləmək üçün sürətlərinin modulunu tapaq. Birinci A cisiminin sürətin modulu VA bərabərdir X minus X0 bölünsün T. O da bərabərdir. A-nın X-ı 20 çıxılsın X0'ı 10 bölünsün T. Saniyədə 4 saniyədə. 20-dən 10, 10'un 4'ə böləndə 2,5 metr böl saniyə. Baxırıq VB-yə. VB-də X minus X0 bölünsün T. O da bərabərdir 10. X-ımız, X0'ımız da 10'dur. Deməli 10 çıxılsın 10. Sürətin modulu deyildə mənfi nəzərə alınmır. Alınan mənfi kəmiyyət müsbət götürəcək. B-də də 4'dür. 4 saniyədə baş verib bu. Daha doğrusu üstə gəlinsin 10. Bu deyilir 20'ni böldük 4'ə 5 metr böl saniyə. Və C-yə baxırıq. X minus X0 bölünsün T. Bu da bərabərdir. C-də X-ımız 20. Çıxılsın X0'ımız 0 bölünsün 4. Mənfi 5 eləyir. Modulu dediyinə görə müsbət 5 götürəcək. Deməli VA 2,5 VB ilə də VC sürətlər birbirine bərabər. İndi gəlib baxırıq. Deyir ki, hansı mülahizə doğru deyil? Doğru deyildirsə baxırıq. Deməli doğru olanlar götürmürük. B cisminin sürətinin modulu A cisminin sürətinin modulundan böyükdür. Həqiqətən də B cisminin modulu A-dan böyükdür. Biri 5'dir, 2,5'dir. Bu düzdür. B cisminin sürətinin modulu A cisminin sürətinin modulundan kiçikdir. Xeyr, böyükdür. B və C cisimlərin sürəti modulca bərabərdir. Baxırıq B və C bəli modulca bərabərdir. B və C cisimlərin arasındakı məsafə hər an sabitdir. Bəli, sürət düz xəttlə bərabər sürətlidir. Kiçikdirsə sürəti düz istəyirəm. Sürətlər düz xəttlə bərabər sürətlidirsə, deməli bunların getdiyi yollar da bərabər olacaq. Aralarındakı məsafə də dəyişməyəcək. Məsafə hər an sabitdir. Bu düzdür. B cismi ilə C cismi eyni istiqamətdə hərəkət edir. B cisimdə C cismi bəli hər iki X oxunun əksinə hərəkət edir. B cismi ikinci saniyədə istiqamətini dəyişib. Baxırıq ikinci saniyədə istiqamətini dəyişməyib. Elə o X oxunun əks istiqamətində hərəkət edirdi. Bizə də yanlışlar lazımdır. 2, 6.
A 66-ya baxırıq. Daha doğrusu 60-a baxırıq. Deyir cisim ABCD trayektoriyası üzrə hərəkət edəcək. A nöqtəsindən D nöqtəsinə gəlir. A-dan D-yə gəlir. Onun getdiyi yol yerləşməsinin modulundan neçə dəfə çoxdur? Getdiyi yol cızdığı xəttdir. A-dan gəlib B-yə A qədər. Yəni getdiyi yol L bərabərdir A üstəgəl. B-dən C-yə gəlib A üstəgəl. C-dən D-yə gəlib A. Bu elədir 3A. Yerdəyişmə isə başlanğıc və son nöqtəsinin birləşdiyi istiqamətlənmiş düz xətt parçasıdır. A-dan D-yə çəkilmiş düz xətt parçası. O da nəyə bərabərdir? A-ya. İndi deyir modulundan neçə dəfə çoxdur? 3 dəfə çoxdur. Yəni L-i bölsək S-ə 3A bölünsün A bərabər 3. 60-da 3. 61-ə baxırıq. Yenə eynidir. 61-də də eyni sualdır. ABCD trayektoriyası hərəkət. Onun getdiyi yol yerləşməsi modulundan neçə dəfə çoxdur deyir. Getdiyi yola baxırıq. L bərabərdir 2A üstəgəl B-dən C-yə A üstəgəlinsin C-dən D-yə A. Daha doğrusu 2A. Bu da bərabər 4A, 5A bunun getdiyi yoldur. Yerdəyişməni isə tapanda başlanğıc və son nöqtəsi bu deyilir A. Onda neçə dəfə çox olacaq? Neçə dəfə çoxdur? 5 dəfə. L bölünsün S. Yenə 5A bölünsün A. Cavab 5. 62-yə baxırıq. 62-də deyirik X oxu üzrə hərəkət edən cisim koordinatının zamanın asılı qrafiki verilmiş. Müşahidə başlanandan 3 saniyə ərzində gedilən yolun yerləşmə modulundan neçə dəfə çox olduğunu tap. Biz bu məsələni həll etmək üçün əvvəlcə gedilən yol və yerdəyişməni tapmalıyıq ki, nə qədərdir? Əvvəla biz bilməliyik ki, yerdəyişmə cismin başlanğıc və sonunu birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Başlanğıc və sonunu birləşdirən istiqamətlənmiş düz xətt parçası. Aha. Bu düz xətt parçası yerdəyişmə haradır? X oxu üzrə proyeksiyasına baxacaq. Bu əyri xəttin X oxu üzrə proyeksiyası nə qədərdir? 1, 2, 3 metr. Deməli, S-imiz bərabərdir 3 metr. Yerdəyişməni tapdıq. Getdiyimiz yol nə qədərdir? Getdiyimiz yol başlayıb 6-dan 2 saniyə nə qədər yol qət eləyib? 1, 2, 3, 4, 5 metr. Sonra 1 saniyədə 2 metr yuxarı hərəkət edib. Deməli, 5 metr aşağı, 2 metr yuxarı hərəkət edib. Bunun getdiyi yol nə qədər olacaq? 7 metr. L bərabərdir 5 metri gedib 2 saniyəyə, üstəgəl 1 saniyədə 2 metr gedib. 7 metr. Deyir, nə qədər çoxdur? Neçə metr çoxdur? Bəli. X bərabərdir L çıxılsın S. O da bərabərdir 7 metr çıxılsın. Daha doğrusu 7 çıxılsın 3 metr. 4 metr. Cavab 4. 63. X oxu üzrə hərəkətdə cisim koordinatının zamanın asılı. Bu da eynidir. Deyir 4 saniyə ərzində yolun yerdəyişməsi modulundan neçə metr çoxdur? Neçə saniyədə? 4 saniyə ərzində. Əvvəla 4 saniyədə bunun yerdəyişməsi haradır? Başlanğıc və sonu birləşdirən yerdəyişmə buradır. 2 metr. S bərabərdir 2 metr. Proyeksiyadır. İndi getdiyi yola baxırıq. 2 saniyədə neçə metr yol gəlib? 1, 2, 3 metr. Sonra 2 saniyədə də o X oxu istiqamətində hərəkət üçün neçə metr? Deməli 1, 2, 3 metr. Oldu 4, 5, 6, 7, 8 metr. Oldu. L bərabərdir 8 metr. İndi nədir? Neçə metr çox olduğunu hesablayın. 6 metr. Yəni X bərabərdir L minus S.
8 çıxılsın 2, 6 metr. Cavab 6. Baxırıq 64-ə. 64-cü məsələdə deyir, x oxu üzrə hərəkət edən A və B avtomobillərin koordinat zaman qrafikləri verilmişdir. 4-cü saniyənin sonunda avtomobillər arasındakı məsafəni hesablayın. 4-cü saniyənin sonunda avtomobillər arasında məsafəni tapmaq üçün əvvəlcə bunların sürətini tapmaq lazımdır. Və proyeksiyadan, koordinatın proyeksiyasından danışırsa, biz nə yazmalıyıq? Deməli, S A bərabərdir x plus x0, SB bərabərdir x plus x0. İndi baxaq SA hansı koordinatdadır və necə hərəkət edir? SA-nın x0-ı 0-dır. x0-ı 0-dır, bərabər olacaq x-a. SB-nin x0-ı var, 4-dür, bərabərdir x0-ımız 4-dür, plus x. İndi bunu hesablamaq lazımdır. Biz bunu necə hesablayacağıq? Yazacağıq, sürətin proyeksiyasını yazanda VA bərabərdir x minus x0 bölünsün t yazsaq, x-ımızı VA üçün yazanda nədir? 10 çıxılsın x0 0 bölünsün t2 bərabərdir 5. VB bərabərdir x 10 çıx x0'ımız 4 bölünsün 2. Bu da elədi 3. İndi bizə deyir 4-cü saniyənin sonunda. 4-cü saniyə üçün hər ikisinin x-larını yazaq. X bərabərdir 4-cü saniyədə. 5 vurulsun 4 bərabərdir 20. Bu x A-dır. X B üçün yazanda 3 vurulsun 4, 12-dir. İndi gətirək yerində yazaq. Birincidə x-ımızın qiyməti elə 20-dir. İkincidə x-ımızın qiyməti 12 plus 4 var. 12 plus 4 bu deyir 16. 16. İndi bunlar arasındakı məsafəni soruşur. Əlbəttə S açıq SB bərabərdir nəyə? 20 çıx 16. Cavab 4. Burada 65-ci məsələyə baxaq. Maraqlı məsələdir. Mən deyərdim elə burada 2 dənə maraqlı məsələ varsa, biri bu ikisi 65-nə 66 və çox şagirdlər burada qarışdırırlar. Və mən onu istəyirdim sizə izah edeyim. Deməli burada nəyi soruşur? Deyir ki, x oxu üzrə hərəkət edən A və B maddi nöqtələrinin koordinat zaman qrafikləri verilmişdir. 6-cı saniyənin sonunda avtomobillər arasındakı məsafə 4 metr olub. Müşahidə başlananda onlar arasındakı məsafəni tap. Bu qrafika baxan kimi A nöqtəsinin xətti sürətini tapa bilərik biz. VA bərabərdir nəyə? X-in, yəni 14-ün 2-yə nisbəti. Bu 7. Bunu tapdıq. Amma VB-ni bizə burada x0 lazım. Bizə də bunu soruşur. X-i soruşur. İndi VB-ni tapanda necə yazarıq? X minus x0 bölünsün t-dən. Yazaram x-in qiyməti 14 minus x. Bunu tapırıq. Bölünsün t. 2 saniyə. x0 deyəcək. Bax, biz burada x0'ı tapmalıyıq. Biz x-in koordinat tənliyini yazsaq, x A bərabərdir nə olacaq? x0 A nöqtəsi üçün x0 0-dır. Lap yazıram. x0 plus x. O da bərabərdir. x0'ımız burada 0-dır. X-ımız nədir? VT yaza bilərim. VAT-yə. O da bərabər. VA-nın qiyməti 7-dir. 6-cı saniyənin sonunda soruşur. Vurulsun 6. 7 6-nın 42. Bunu tapdıq. İndi XB bərabərdir. X0. Bax, bu bizə lazımdır. Üstə gəlinsin. VB-nin koordinatı, proyeksiyası 14 minus X0
bölünsün 2 vurulsun 6. O deyilir nə? X0 plus 42 minus 3x. Bunu qısa olaraq yazsaq, xb bərabərdir 42 minus 2x-a. İndi tənliyi həll eləyək. 42 minus özü deyir aralarındakı məsafə 4 metr olsun. Onda 42-dən çıxarıq. 42 istəyirəm qələm yaxşı yazmır. 42 minus 2x0 bərabərdir 4-ə. Yəni bu ikisinin fərqi 4 eləməlidir. Arasındakı məsafə 4-dür. Bu tənlikdən vurub açsaq, vurub yenə də mənfiyə görə mötərizəni açsaq, 42-lər gedir. 2x bərabərdir 4-ə. x0 bərabərdir 4-ə. Onda x0'ımız bərabərdir 2 metr. Cavabı da bunu soruşur. 2-ni. Bu 66-da 5-ci saniyənin sonunda avtomobillər arasındakı məsafəni soruşur. 3 metr olmuşdu deyir. Bu avtomobilin başlanğıc koordinatı yenə eyni şeydir. Yenə həmənki tənlikdir. İndi mən V-ni bura promo yazım. Yəni x-a bərabərdir nəyə? X0'ımız 0'dır. Üstə gəlinsin. 6-cı saniyədə deyir. X minus x0 bölünsün t. 12-dən x0'ı çıxanda 12. 12-ni 2-yə böləndə 6. Deməli 6 vurulsun 5-ci saniyədə soruşur. 5 o da bərabər 30 metr. Bu x-a'mızdır. İndi xb-ni yazırıq. xb bərabərdir nəyə? x0 plus 12 minus x0'a bölünsün 2 vurulsun 5. İndi bunu biraz sadələşdirək. Yenə də xb 2-yə vursaq x0'ı 2-yə vuranda 2x0 plus 12 minus x0 vurulsun 5. Bu da bərabərdir 2x0 üstə gəlinsin. Mötərizəni açsaq 12-ni vuranda 5-ə 60 çıxılsın 5x0'a. Buradan da tənliyi 5x0 2x0 getdi. Burada texniki səhv oldu. Üzrü sayım biraz başım qarışdı. Deməli bir dəqiqə mən bunu səhv yazdım. Fikrim getdi başqasına. Bir dəqiqə. Deməli x-a bəli 30 metrdir. xb-ni yazanda bərabərdir x0 plus 12 minus x0 bölünsün 2 vurulsun 5. İndi bunları orta məxrəcə gətirmək lazımdır. X0'ı toplamaq üçün. X0 orta məxrəcə gələndə bunu 2 yazsaq, 2-ni də yuxarı yazmalıyıq. İndi yenə xb bərabərdir. Bunu 5-i surətə vurub 2 ilə toplamaq lazımdır. Deməli məxrəcimiz 2. 2x0 plus 12-ni 5-ə vuranda 60 çıxılsın 5x0'a. Bu cür. Deməli bu da bərabərdir 2 aşağıda 2x 5x. Deməli 60 minus 3x. İndi biz x-a böyüdən yazıram, fərqlənsin. Çıxsaq xb-ni aralarındakı məsafə deyir nə qədər olsun? 3 metr olub. Bərabərdir 3 metrə. İndi bu şərti ödəmək üçün yazırıq. X-a-nın qiyməti 30 çıxılsın. XB-nin qiyməti 60 minus 3x bölünsün 2.
bərabərdir 3-ə. Buradan da x avtomatik tapanda 2-yə vuranda 60 getdi. Deməli x bərabərdir 2 metr. Cavab 2. Bunun üzrü sayın biraz texniki problem oldu. Cavab 2-dir. Yəqin ki başa düşdünüz. Çox sağ olun, təşəkkür.